zaten. Kızım bir de öskür indi. Bir de. Bir de. Öskürməyim var. Yoxdur. Hə. Bu inaq tipli öskürəkdir. Mövsümü, bu yaz mövsümündə xüsusilə allergiya problemləri olan uşaqlarda inaq təkrarlayır. Əgər evladınızda inaq tez-tez təkrarlayırsanız, gecənin yarısı sağlam yatan uşaq durub yürücü. Xüsusiyyət odur ki, burada öskürək yürücü olur. Yəni öskürəyə heç bənzəmir bir də görürsünüz. Elə olan halda təkrarlayırsa uşağınızın allergiya problemi ola biləcəyini düşünməliyik. Amma ən çox buna səbəb olan mövsümi parainfluenza viruslarıdır. Laringotrakeit dediyimiz qırtlaq və trakeyanın iltihablanmasına bağlı olan bir öskürək tipidir. İnaq öskürəyini tanıyaq və uşaqda elə bir əlaməti varsa, acil müdaxilə ancaq soyuq uygulamadır. Soyuducunu açıb soyuq buxarla nəfəs aldırmaq, soyuq fəsildə ancaq pəncərəni açıb soyuq hava ilə nəfəs aldırmaq inaqda ilk yardımdır. İnaq zamanı inqalyasiya salbutamol tərkibi dərmanlarını eləmək olmaz. Ancaq evdə varsa budesonid pulmarislə inqalyasiya eləyib ayrı gecənin yarısı uşaqda boğulma varsa, rahatdırsa səhər planlı həkimə gedə bilərsiniz. Bir də öskür. Ayşə.